sizə, əziz izləyicilərimiz, bugünkü yem üydənimiz 4 kilovatlıq mühərriklədir. Zəhmət olmasa göstərərdim qadana. Mühərrikimizi alıcımız gətirdi, verdi Allahın izni ilə. Həmin mühərrikə uyğun da inşallah kuzamız var idi. Demək 10 kilogram arpamız, zəhmət olmasa yaxına gəl, şunu gətir. 10 kilogram arpamız, 10 kilogram qarğıdalımız. Bir dənə bunları qəşək qarışdırım. Və 10 kilogram buğdamız. Ya Allah, bismillah. 30 kilo. Bunkerimiz də ki, əlhəmdülillah, 30 kilodan çox tutur, əziz izləyicilərimiz. Hələ biraz yerimiz də var inşallah. Bunları da qarışdırım. Ya Allah, saqqal, zəhmət olmasa düyməni vur, düşsün işə. Hal-hazırda 215 voltdur. Mühərrikə düşən ağırlığımız isə 15 amperdir. Əziz izləyicilərimiz, 4 kilovatlıq yem üydənimiz 220 voltla. Əlhəmdülillah, aparatımızda elə bir tozlanmamız da yoxdur. Şükürlər olsun Allahın böyüklüyünə. Sən yavaş-yavaş qoymuşam çəkilişə. Ya Allah, büyüklüyümüz nəticəyə baxaq. Əziz izləyicilərimiz, bu isə üstündədir aparatımız. Ya Allah, 30 kilogram büyüyülən 3 dənli bitkinin nəticəsi. Buyurun. Yoxdur. Laf köşe. Əziz izləyicilərimiz, üyütmə videomuz qısa alınsın deyən özüm arada saxladım videonu. Yenə də buyurun 3 dənli bitkinin
birlikdə üyüdülmüş forması. Bu isə arpamızın 3 yarımlıq ələklə üyüdülmüş forması. Bu artıq iri buynuzlu mallar üçün daha sərfəlidir. Bildiyiniz kimi qarğıdalı dənli bitkisinə 6-lıq ələk qoysam belə qarğıdalını un kimi eləyir. Allah işlərinizi avan diləsin. Səhifəmizi bəyənməyi unutmayın. Ağsaqqal, bir-iki kəlmədə dünənləri ot doğrayan götürdün inşallah. Bu günləri də yeməkdən. Götürürəm. Hər ikisi gözəl. Allah canınızı sağ eləsin. Sağ ol. Allah balanı sağ olasın. Allah canınızı sağ eləsin. Allah işlərinizi avan diləsin inşallah. Amin. Düzəltdiyin işə söz yoxdur. Vallahi. Allah sizdən razı olsun. Çox sağ olun.